Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsallaşması artıq pərakəndə adımlara, sistemli və vahid ekosistem mərhələsinə qədəm qoyub. Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar və Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi hədəflər vətəndaş məmur təmasının minimuma endirilməsini və xidmətlərə əlçatanlığın maksimum təmin olunmasını tələb edir. Bu kontekstdə Ədliyyə Nazirliyinin ən çox istifadə olunan xidmətlərinin sürətlə MyGov-a inteqrasiyası rəqəmsal dövlət modelinin ən uğurlu nümunələrindən birinə çevrilir. Rəqəmsal inkişafın sürətləndirilməsinə dair fəaliyyət planı ölkədə vətəndaş məmnuniyyətinə əsaslanan tamamilə yeni idarəçilik fəlsəfəsi formalaşdırır. İndiyə qədər tətbiq olunan fərqli portallar və tətbiqlər dövrü artıq geridə qalır. İslahatların əsas hədəfi dövlət xidmətlərini vahid bir mərkəzdə cəmləməkdir. Bu istiqamətdə Ədliyyə Nazirliyi tərəfindən göstərilən ən zəruri vətəndaşlıq vəziyyəti aktları və notariat xidmətləri artıq birbaşa vətəndaşın mobil telefonuna vahid MyGov platformasına daşınır. Bu addım prosedurları asanlaşdırmaqla yanaşı, həm də dövlət-vətəndaş münasibətlərində yeni inam platforması yaradır. 5 həyat hadisəsi əsaslı vətəndaşlıq vəziyyəti ilə bağlı və 8 notariat fəaliyyətlə bağlı daha öncə mobil notariat mobil tətbiqində istifadə olunan vətəndaşlara təqdim olunan xidmətlər artıq MyGov platformasına inteqrasiya edilmişdir. Notariat fəaliyyətlə bağlı daha 2 xidmət istifadəyə verilmişdir. Bunlar bank və vəkil etibarnamələridir, hansıları ki, vətəndaşların bu xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə son olaraq bu 2 xidmət MyGov platformasına təqdim edilmişdir. Rəqəmsal transformasiyanın növbəti pilləsi xidmətlərin sadəcə elektronlaşdırılması deyil, həm də proaktiv olmasıdır. Artıq sənədlərin vaxtının bitməsi ilə bağlı öncədən gələn bildirişlər və ya azyaşlıların ölkədən çıxışı zamanı valideyn razılığının saniyələr içində rəsmiləşdirilməsi bu asanlaşmanın ən real nümunəsidir. Vahid pəncərə prinsipi vətəndaşların marağını da artırıb. Təsadüfi deyil ki, MyGov istifadəçilərinin sayı son 3 ayda rekord həddə 30% artaraq 3 milyon yarıma çatıb. Ötən aylarda biz artıq azyaşlını ölkəni tərk etməsi ilə bağlı xidməti də MyGov platformasına inteqrasiya etmişik. Əsas məqsədimiz vətəndaşlar tərəfindən ən çox istifadə olunan xidmətlərin prioritet olaraq təyin edilməsi və mərhələli şəkildə bu inteqrasiyanı həyata keçirmək. Və qarşıdakı hədəflərimiz vətəndaşlar tərəfindən Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı və mobil notariat və digər elektron xidmətlər portalları üzərindən təqdim olunan xidmətlərin mərhələli şəkildə vətəndaşların ən çox istifadə etdiyi xidmətləri vahid bir pəncərə prinsipi əsasında fəaliyyət göstərən MyGov platformasına inteqrasiyasıdır. Ədliyyə xidmətlərinin MyGov platforması və dövlət məlumat hövzəsi ilə bu dərəcədə sürətli inteqrasiyası gələcəkdə süni intellekt texnologiyalarının dövlət idarəçiliyinə daha dərindən tətbiqinə yol açır. Azərbaycan vətəndaşının vaxt və məkan məhdudiyyəti olmadan rəsmi sənədlərini rəqəmsal kabinetdən idarə edə bilməsi həm də ölkəmizin qlobal innovasiya reytinqlərində mövqeyini gücləndirir.